bakıp topladığım o ağaçların altına düşüyorlar. Yok da bir yere kim geldiler sallasa. Qarağacı qəbirstanlığıdır. Çox dəhşətli vəziyyətdədir. İçərilərinə, dərinliklərinə getdikcə adam lap vahimələnir burada törətdikləri vandallığı görəndə. Biz ailecə neçə nəfər qohum əqraba gəlmişik. Atamın məzarını axtarırıq. Səmtini tapırıq. Məzarda nəzər əlaməti yoxdur. Yanaşı ailədən 5 məzar olub. Sonuncu nənəm rəhmətə getdiyinə görə artıq 91-ci ilin sonları müharibənin qanlı qadalar vaxtları idi. Onun üstə götürmək mümkün olmamışdı. Amma atamın 2 nənəsinin, bir babasının məzarının hamısı başdaşı var idi, üstü götürülmüşdü. İndi heç birisinin nə səmtini tapa bilirik, nə bir daş nişanəsi, bir qırığını, bir parçasını tapa bilirik. Yəni Ağdam ərazisindəki kəndlər daxil qəbirstanlıqlar içərisində ən dəhşətli terrora Qarağacı qəbirstanlığı məruz qalıb. Ümumiyyətlə bunun içərisindən nə ilə keçiblər? Bu qəbirləri nə ilə dağıdıblar? Hansı ağır texnikadan istifadə eləyiblər? Naməlumdur. Bu əllə görülə biləcək bir iş deyil. Bu ağırlıqda daşları hamısı parça-parça, qırıq-qırıq, hərəsi bir tərəfə səpələnib. Baxın, dəhşətə bənzəriyə baxın. Bəzi yarı dağılmış qəbirlər var. Üstündə adı qalan, adda budda. Çox azdır, amma belə qəbirlər var ki, adları var üstündə, şəkili var. Bəziləri bir neçə məşhur məzara yaxın olduğuna görə çox asandır onların səmtini tapıb yerini müəyyən eləmək. O qəbirlərdən yeri müəyyən olunanlar var. Amma biz tapa bilmirik. Hələ ki tapa bilmirik. Bunun şəkili olub, şəklin düz üzünü oyublar. Şəklin düz üzünü oyublar, bilinməsin kimdir. Özdə qadın şəklinə bənzəyir. Mərhum Mirzəyeva Afərim Bəhram qızı 1898-1980-ci il. Allah rəhmət eləsin hamısına. Burada kiminsə bax belə çay daşlarından hörülmüş divarı olub məzarın yanında. İndi hansısa ara kəsmə mi olub? Bu məzarları cağa alırdılar da. Bu ailə hasarla mı ayırıb? Sadəcə bu enli və çay daşından olan hasardır. Və bu köhnə dövrlərdən qalmadı da. Bu da hər hansı bir nişanə ola bilər. Bax, irəlidə orada üstündə gül olan Mir Heydər ağanın məzarıdır. O köhnə qəbirlərdəndir. Enli, uzun başdaşı var. Onu tapıblar, yəni adı da üstündədir. Məzardaşı qırılmayıb.
Bu da bir nişanə ola bilər. Məzarını axtaranlara. Baxın, bu Mir Heydər Ağanın məzarıdır. Ətrafı da yenə də dediyim kimi dəhşətli dağınıq vəziyyətdə. Sanki ağır texnikanı salıblar bura və belə qarışdırıblar, belə kürüyüblər. Bax, bunun hamısı məzardır. Üstünə gündə hamısını. Bu da həmin divar. Bax, orada da bir ailə öz məzarının yerini axtarır. Tapıblar kimi görünür. Çünki eyni nöqtədə işləyirlər. Qarağacı qəbirstanlığında nə qədər bax bu zambaqdan, bu süsənlə əkilibsə, hamısı bugünə qədər yaşayır, gül açıb. Laləlik də var. Bura doludur yasəmənlə. Hər tərəf yasəmən ağacı da öz-özünə artıb çoxalıb. Bir də 40 yarpaq qızıl güllər indi. Uzağı bir həftəyə açacaq. İçəri tərəflərdə, dərinliklərdə gördüm. Biz hələ ki axtarışdayıq. Səmtini müəyyən edə bilirik, amma müəyyən etdiyimiz yerdə heç bir qəbir yoxdur. Çox darmadağın bir vəziyyətdədir həmin o müəyyən etdiyimiz səmt. Hiçbir şey tanımaq mümkün deyil. İndi birazdan yenə müəyyən vasitələrlə oranın o tərəfini, kolluğu təmizləyib biraz daha geniş radiusda baxmağa çalışacağıq, görək. Bizim ailə üzvlərimizin, atamın, nənəmin, atamın 2 nənəsinin, babasının məzarından hər hansı bir əlamət varmı deyə ikinci dəfə eyni yerdə daha dərin axtarış aparacağıq.